Xoş gördük dostlar. Rəylərinizi oxuyuruq, diqqətinizə görə təşəkkür eləyirik. Bu cür aktivliyi saxlayın. Biz hər podkastımızda filmlə bağlı bir platformamızın olmağını arzuluyurduq, istəyirdik. Səndə mə bu var imiş. Və bu gün bizim qonağımız kino rejissor, Kinobox platformasının təsisçisi və direktoru Elvin Abdulladır. Xoş gəlmisən Elvin. Salam, çox sağ olun, minnətdaram. Təşəkkür edirəm dəvətiniz üçün, diqqətiniz üçün. Mənim üçün çox xoş oldu. Bizə də xoşdur. Elvin, Azərbaycanda kino platforması bir ehtiyacdır, artıq bizim kinomanlar buna hazırdır. Ümumiyyətlə nəzərə alsaq, əhali sayına görə, həm də bu kinomanların sayına görə düşünürəm ki, o qədər də ehtiyac yoxdur, amma yenə də bu belə deyək, kütlə var, seçilən kütlə var, intellektli kütlə var ki, məhz kino görmək istəyir, platformalar axtarır. Düzdür, bizdə indi yayında, keçmişdə var idi, 24 saat yayımlanan bir TV kanalı var idi. Amma kinomanlar sanki o kanaldan sonra bir Azərbaycan dilində filmlərin, xarici filmlərin tərcüməsini eşidib, keyfiyyətli dublyajla filmlərə baxmaq istədilər. Sanki birdən-birə bu boşluq oldu. İndi eşitdik ki, Kinobox var, çox sevindik. Siz sadəcə olaraq bunu bir, belə deyək, təəssübkeşlikdənmi eləyirsiniz, yoxsa həqiqətən də buna ehtiyac var? Çox sağ olun suala görə. Əslində bir neçə sualı əhatə edən bir sual kimi qəbul edirəm mən bunu. Xahiş edirəm uzun danışsam məni mütləq xəbərdarlıq edin, çünki ola bilər ki, çox geniş danışa bilim, çünki geniş cavab tələb edən bir sualdır. Orada ən birinci məqam buradan başlayaq ki, kinomanlar azdır, əhali azdır məsələsi. Birincisi, bugünkü gün Azərbaycan kino sektoru, kino sənayesi dayanır 14 kinoteatrın üzərində. Söhbət gedir kinoteatr və distribüsiyadan. 14 kinoteatrın accessibility dediyimiz, yəni əlçatanlığı zaten qısıtlıdır. Yəni 14 kinoteatr heç Azərbaycanın 10 milyon əhalisinə belə əlçatanlığı yoxdur. Gəncə Basar zonası, Qazax, Cənub zonası, Qarabağ zonası, Şəki, Zaqatala, Qax, Balakəndə kinoteatr yoxdur. 14 kinoteatrın 11-i Bakıdadır, ikisi Gəncədədir, biri isə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikasında əhatə etmir. Və bu qədər az əlçatanlığı olmasına baxmayaraq, Azərbaycan kino sənayesində özəl şirkətlər ortalama 100 min dollar büdcə xərcləyərək bir film çəkir, kinoteatra çıxır və kinoteatrdan nəinki o 100 min dolları çıxardır, əlavə gəlir də əldə edir. Belə olan halda nə üçün platforma, əgər hər kəsin cibində ola biləcəksə və dünya Azərbaycanlılarına xitab eləyəcəksə, hansı ki 55 milyondur sayı, nə üçün platforma tutmasın, nə üçün platforma uğurlu olmasın deyə əks sualdan, yəni bu mövzuya geri dönüm. İkinci məsələ isə bu film uzun müddət ərzində öz istehsalçısına gəlir gətirən bir məhsuldur. Bu bütün dünyada belədir. Biz bugün belə xaç atasının hansısa prokatda öz istehsalçısına pul gətirdiyini görürük. 1972 istehsalıdır. Onun kimi onlarla misal var. Titanic filmi təkrar buraxırlar hər dəfə və s. kimi, yəni yüzlərlə misal var. Bu nə deməkdir? Yəni məhsul, audiovizual məhsul öz istehsalçısına uzun müddət ərzində gəlir gətirməlidir. Necə? Mərhələli şəkildə. Bunlardan birincisi kino distribüsiyadır, hansı ki kinoteatrlar bayaq dediyimiz kimi. İkincisi isə onlayn platformalardır, televiziya kanallarıdır, hava nəqliyatıdır, su nəqliyatıdır, dəmir yollarıdır. Sonra bu televiziyanın icarə müddəti 3 illik bitir, bu bir televiziya kanalına getməlidir. Buradan bitməlidir, o birisinə getməlidir kimi. Uzun müddət ərzində istehsalçıya gəlir gətirməlidir əslində audiovizual məhsul. Azərbaycanda isə indiyə qədər təmin olunan, demək olar ki, qismən təmin olunan, o da birinci mərhələ idi, kino distribüsiya mərhələsi. Dediyim kimi 14 kinoteatr, onu da tam təmin etmişik deyə bilmərik. Bayaq dediyim kimi, ölkə əhalisinin bəlkə də 40%-nin, 45%-nin əlçatanlığı yoxdur kinoteatra. Yəni bəlkə də çox olar. Bəlkə də çox olar. Adam doğrudan da 10 manat verməyə hazırdır sizin filminizə, amma kinoteatr yoxdur. Yəni Qazaxda yaşayan bir vətəndaşımız, Lənkəranda yaşayan bir vətəndaşımız. Ona görə də
Bu həm də ikinci mövzuda, bu həm də istehsalçıların problemini həll edir. Yəni istehsalçı 100 min dollara yenə film çəkəcək, yenə kino distribusiyaya gedəcək. Distribusiyadan sonra isə biz onlar üçün ikinci bir marketplace təklif edirik sanki. Zaten nə edəcəyini bilmədiyi bu məhsula yeni bir nəfəs veririk. Biz deyirik ki, YouTube-a qoymaz. YouTube-a qoyurduq indiyə qədər 90% hallarda. Yalnız 10% istehsalçılar YouTube-a qoymayıblar. Çox azdılar, barmaq sayı qədər ki, indi onların filmləri bizdədir böyük əksəriyyətinin. YouTube-a niyə qoymalıyıq? Yəni sual yaranır. Bəlkə də bu növbəti suallarda gəlirdi o sual. Əslində o istehsalçıların ən yaralı yeridir ki, əlbəttə. Yəni mən bundan sonra tamaşaçı da gözləyir ki, yəni bilirsən necə? 100%. Yəni bu normaldır, yəni qınamalı da deyil. 100%. Deyir ki, onsuz da bura qoyacaq da. Mən nəyə 100%. görə bura gedim baxım? Bəli. Yəni Onu biz etmişik. Bəli, bəli. Biz istehsalçılar. Bu bizim günahımızdır. Experience-də, yəni müştəri təcrübəsidir. Bəziləri baxıb deyəcək, bu niyə müştəri deyir falan. Amma bu sonda biz sənayədən danışırıq da. Bəli, bunun yaradıcı tərəflərinə geçsək, kino, ideoloji və s. Bu deqondan danışmırıq deyə bu terminlərdən istifadə etməliyik. Bazar, müştəri, sənayə. Müştəri başa düşür ki, bu kinoteatrda əgər biraz səbirli olsa, 2 ay, 3 ay özdə, 3 il, 4 ildə yox. 2 ay səbirli olsa, bunu YouTube-da pulsuz izləyəcək də. Yəni nə ehtiyac var? Mən gedim kinoteatra deyir və kinoteatra getmir. Və biz indi bunun üzərində işləyirik. Çox böyük bir missiyanı öz üzərimizə götürmüşük. Dövlətin də dəstəyi ilə, partnyorların dəstəyi ilə, sizin dəstəyinizlə, sözün əsl mənasında biz çalışacağıq ki, bütün icma, sənət icması bizim yanımızda olsun. Çünki başqa cür biz bu yolu görmürük çarəsini. Çalışacağıq bu müştəri experience-ni, müştəri təcrübəsini dəyişdirək. Müştəri başa düşsün ki, izləyici başa düşsün ki, Azərbaycan filmləri YouTube-da pulsuz olmamalıdır. Olmamalıdır ki, Ümumiyyətlə YouTube-da olmamalıdır məncə. Ümumiyyətlə YouTube-da olmamalıdır. YouTube kino platforması deyil. 100% razıyıq. YouTube kino platforması deyil. YouTube-u kinoman zaten istifadə etmir, etməməlidir. Nə üçün? Orada axtarış qabiliyyətləri, ilinə görə film seçmək olmur, aktyoruna görə film seçmək olmur. Yəni kino platformada olan axtarış qabiliyyətləri yoxdur. Baxdığın yerdə Reski Pampersin reklamı girir. Bilmirəm, burada da reklamdırsa kəsərik bunu. Yəni yox, hələ ki yoxdur elə şey. Hə, yəni Reski sözü dramatik dramatik bir şeydir. Hə, reski sözü var, pardon. Sən bilirsən də. Xarici kəlmələr bir mat cərimədir. Doğrudan deməmişdim. Amma axırda qonaqlara hədiyyə eləyir də, bağışlayır. Nəzərə al. İbrahim ödəyir cərimələri. Yəni bütün bunları toplasaq, sizin sualınıza geri qayıtsaq, bəli, mən düşünürəm və biz düşünürük ki, Azərbaycanda bu dəqiqə platformanın tam vaxtıdır, zəruridir, mütləq yaranmalıdır və bunun hamıya xeyri var bir mənalı şəkildə. Bəlkə də vaxtı ötüb. Bəlkə də vaxtı Mən ötüb. əhali sayı az deyəndə bizim rəsmi şəkildə, yəni Azərbaycan Respublikasından söhbət edirəm. Amma nəzərə alsaq ki, yaxın bizim regionumuzda, qonşularda, bizim qonşu dövlətlərdə Azərbaycanlıların sayı qat-qat çoxdur. Buna ehtiyac bu gün deyil, artıq dünəndən var. Sadəcə olaraq bu gün də əgər hərəkət eləmişiksə, yəqin ki, yaxın gələcəkdə bu nəticəsini Yox, mən ona öyrəşmişəm o əhali azdı məsələsinə, çünki o ilk reaksiyadır. Yəni investorlarla müxtəlif çevrələrdə olan şey Bu mənə ən qıcıqlandırıcı ki, nə qədər kim Rövşən, baxacaq ki, nə onu da qədər bəhanə gətiriblər. Ya, Yəni ki, bunu hər deyəndə dəfə mən bir sual qıcıqlanıram. verəndə kiməsə, Elə deyil. Yəni bu sualı verəndə kiməsə deyir ki, Azərbaycanda ehtiyac yoxdur da, bilirsiniz, əhalimizin sayı azdır. Niyə indiyə kimi ehtiyac var idi, bu gün ehtiyac yoxdur? Əhalinin sayı az ola bilər, amma sən bilirsənmi, yəni bir neçə kilometr o tərəfdə artıq 40 milyonun üstündə Azərbaycanlı yaşayır. Əlbəttə. Bizim yaxın qonşumuz İranda. Onlar mən məsəl üçün orada bir qonaq olmuşdum, maraqlanmışdım onlarla. Siz təsəvvür eləyin ki, səsdən tanıyırlar və deyirlər ki, biz öz ana dilimizdə baxırıq xarici filmlərə, Hollywood filmlərinə. Bilirsiniz bu nə deməkdir? Əlbəttə ki, ehtiyac var. Elvin, ilk növbədə səni bu platformanı təsis eləməklə bağlı, yaratmağınla bağlı təbrik edirəm. Çox sağ olun. Biz hər dəfə vurğuluyurduq, amma xəbərsiz idik. Mənə elə gəlir ki, əgər biz bu işin içində ola-ola bundan xəbərsiz idiksə, deməli, çoxları hələ də xəbərsizdir. Tamamilə haqlısınız. Bunu əlçatan eləmək üçün, hamının bilməsi üçün hansı addımlar atılır? Ondan sonra o platformanın içi barədə, qeydiyyatdan keçmə barədə, yəni nəyə görə tamaşaçılar o platformaya ödəniş eləyib üzv olsunlar, o barədə söhbət eləyək. Okey, hardan başlayaq birinci? Elvin Yenə okey. Elvin 5 manat var uje. Görürsən? Elvin,
Hazırda yəni Əlçatanlıqdan başlayaq da. Ha, yaxşı. Əlçatanlıqdan, yəni niyə görə biz xəbərsiz idik? Çox düzgün iraddır bu bizə qarşı. Bunu irad kimi qəbul edirəm. Özümüzü inkişaf etdirməli olduğumuz tərəflərdən biridir. Bizim marketinq cost bilirsiniz, çox böyük pullara lazımdır bunu tam belə aqressiv şəkildə bazara girmək üçün. Biz isə daha alternativ yolla, daha yavaş yolla irəliləməyi seçmişik. Özümüz seçmişik, yəni bu yolu. Çünki orada bir neçə başqa məsələ var. Söhbət texniki infrastruktur və digər inkişaf etməli olan məsələlərdən gedir. Yəni bizim tətbiqimiz hələ çıxmayıb məsəl üçün. Biz tətbiqdən sonra daha aqressivləşəcəyik və digər cihazlarda tətbiqlərimiz gələndən sonra daha aqressivləşəcəyik. Ona görə bunu mərhələli şəkildə aparırıq. Yəni tam formalaşmayıb da onda hələ ki. Tam formalaşıb, tam işləkdir. Bizim kifayət qədər userlarımız, istifadəçilərimiz var. Əslində ay ərzində 2 milyon adamın qarşısına çıxırıq. Ay ərzində 2 milyon adam, bu statistikaları mən sizə rəsmi olaraq da belə verə bilərəm. Əslində kifayət qədər iş görürük. Amma əgər siz eşitməmisinizsə, bu bizim günahımızdır və mən bunu bu cür analiz edirəm ki, biz hələ tam aqressivləşməmişik. Yəni metrolarda, billboardlarda, avtobusların üstündə ona görə yoxuq ki, hələ özümüz də biraz maraqlıyıq ki, yavaş-yavaş inkişaf eləyək. Elvin, hazırda özünüz də qeyd elədiniz ki, yerli filmlər daha çox, yerli filmlərin nümayişi gedir boksda. Bəs xarici filmlər necə? Keyfiyyətli dublyaj olunub verilir, yoxsa hələ o növbəti mərhələdə olacaq? Bəli, düz qeyd etdiniz növbəti mərhələ məsələsini. Birinci mərhələdə biz yalnız Azərbaycan dilli kontentləri platformaya toplamaq istəyirik. İkinci mərhələdə isə türk dilli ölkələrin regional platforması olmağı hədəfləmişik. Əslində bizim böyük hədəfimiz odur. Yəni Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və bu 6 dildə danışan hər kəs, yəni rus, ingilis, Azərbaycan olmaq şərti ilə bəli, Mərkəzi Asiya ölkələrinin regional həm də Mərkəzi Asiya deyir, ingilis, rus. Bəli, onlar da olmaq şərti ilə bəli, regional bir platforma olmağı hədəfləmişik əslində ikinci mərhələdə. Hal-hazırda isə yalnız Azərbaycan kontentləri var. Burada bir neçə məsələ var düzü. Xarici kontentlərin mən düşünürəm ki, bizim istifadəçilər üçün hələ ki alternativləri çoxdur. Çünki piratlıq bu işin ən çox ziyan verən tərəfidir və ən yayğın tərəfidir. Yəni Hollywoodda çıxan kontent səhərsi gün HD-Reska, nə bilim, Bas Kino, bunun kimi hamının tanıdığı film HD Cəhənnəmi və s. kimi pirat saytlarda çıxır deyə mən səmimi desəm düşünmürəm ki, o filmlərin ciddi bir auditoriyası var bizim userlar arasında. Səmimi desəm düşüncəm budur. Amma hansısa rəqəmə və analizə, təhlilə əsaslanıram. Xeyr, bu sadəcə mənim proqnozumdur. Amma ana dilimizdə olsa, siz dediyiniz kimi dublaj olsa nə olar? Məncə çox uğurlu olar. Bu həqiqətən də bizim yenə də inkişaf etdirməli olduğumuz və də hədəfimizdə olan məsələdir. Ən azı indi alt yazı ilə gedir xarici filmlər. Hal-hazırda xarici film ümumiyyətlə yoxdur. Bəli. Elvin, üzr istəyirəm, mən bu fikrinlə razı olmayacağam. Əlbəttə. Yəni sənin deməyindən belə çıxır ki, elə bil Azərbaycanda hamı rus dillidir və rus dilində baxır. Axı o dediyin saytlarda rus dilindədir. Türk dilində də var sadəcə. Axı Azərbaycan türk dilində də var. Bəli. Amma Azərbaycan piratlar var. Yəni İnan ki, yəni türk dilini belə bilməyən və tam başa düşməyən insanlar razıyam, 250, 100% yəni, düz deyirsiniz. Axı onların hüququ pozulur da. Tamamilə haqlısınız. Yox, mən demirəm o prioritet deyil. Mən demirəm onu etməyək. Tamamilə haqlısınız. Etməyə lazımdır mütləq və bizim planda da var o. Sadəcə o sürəti necə çatdıracağıq bilmirəm də. Siz düz deyirsiniz. Əslində tam adam rus dilində də, türk dilində də bilmirsə, bəlkə nəsə yəni ümumiyyətlə haqqımızdır da. Yəni bu belə deyək də, necə deyirlər ona? Milli kimliyimiz, yəni bu seçim hüququ deyil, yəni bu olmalıdır deyə. Bu aksiyonmadır da, yəni bu olmalıdır. Mən öz dilimə görə seçim eləməli deyiləm. Yəni bu birinci növbədə bu olmalıdır. Ondan sonra seçimi başqa versiyalarda eləyə bilərəm. Madam ki Azərbaycan platformasıdır, məntiqlə olmalıdır. Sadəcə o qədər böyük bir boşluğumuz olub. İş gedirmi bu? 100% bu gələn ilin planındadır, düzü desəm. Bizdə il sonuna kontentlərin istehsalı, gələn il isə dublyajlar məsələsi bizim plandadır. Gələn il bu plandadır əlbəttə ki.
Çox elə böyük ciddi bir maliyyə lazımdır. boşluğumuz olub ki, yəni itirdiyimiz zaman olub ki, artıq o zamanı doldurmaq üçün tələsirik. Yəni mən sizi başa düşürəm ki, növbəti mərhələdə necə gedəcək işlər, bu tempi başa düşürəm. Amma biz hövsələsiz olmuşuq ki, bu zaman kəsiyində nəyə görə Qazaxıstanda onlarla bu cür platforma var, Özbəkistanda var, halbuki bizdən sonra başlayıblar. Amma bizdə indi başlayır. Tək ki başlasın, amma nəticəsi yaxşı olsun. Var, amma o deyil də. Mən düşünürəm ki, Kinobox çox şaxəli olacaq. Yəni dünya standartlarına uyğun şəkildə olacaq və Azərbaycan dilli əhalini nəzərə alacaq ki, bu da onun borcudur. Çünki bu Azərbaycan platformasıdır. Azərbaycan kino platformasıdır. Baxın, işin bu emosional tərəfi ilə razıyam. Yəni bu Azərbaycan platformasıdır və burada Azərbaycan dilli kontent olmalıdır. Bu belə deyim də, sən Mütləqdir. borcundur ki, bunu eləyəsən. Biz okey, qəbul. Bəs həqiqətənmi düşünürsüz ki, Azərbaycanda o kəsim var ki, onlar türkcə də bilmir, rusca da bilmir? Bəli. Bəli. Mənim qabağıma Nəyəsə əsaslanaraq bunu danışırıq, inanıram yoxsa ki, elə hamınızın qabağına proqnozdur bu? çıxıb bir uşaq var idi, videosu ağlayırdı, atası çəkmişdi. O kinoteatra getmək istəyir. Deyir ki, mən gedirəm, orada türkcə və rusca gedir filmlər. Ağlayır, bildiyin uşaq ağlayır. Deyir, mən başa düşmürəm. Ona cavab olaraq Məcid, bizim aktyor yoldaşımız, o video paylaşdı ki, narahat olma, Azərbaycan dilində film buraxırıq və filan tarixdə bu çıxacaq. Amma yəni o uşaq təkcə Azərbaycan dilində olan filmdən getmir. Ümumiyyətlə uşaq nəyə baxmalıdır? Animasiyaya baxmalıdır. Uşaq 100%. Axı kinoteatra Uşaq gəlir, o başqa baxa mövzudur, bilmir axı animasiyaya. Rus dilində və türk dilində görür. Yox, rusca başa Uşaq düşsə belə. kontenti başqa məsələdir Yox, amma. yox, Onu biz mən ayırırıq. Əsas Kids məsələ başqa odur. məsələ. O suala cavab verirəm ki, başa düşməyən varmı? Var. Yox, uşaqdırsa mövzu, o ümumiyyətlə fərqli yanaşma tələb edir. Kinoboxda Bizdə məsələn o kids yoxdur hələ ki. Nəzərə alınmır. Uşaq Yox, yox, uşaq- alınıb. Alınıb, Amma hələ ki növbəti planlarda, hə. Çünki onun özü ayrı model. Deyirəm də biz o boşluğu doldurmaq üçün tələsirik. O qədər Sırf problem uşaq var ayrı ki, yanaşmalı. Elvin, əslində indi biz ünvanlayırıq sizə bu sualları. Bəlkə də rahat. siz bəzi məsələlərdə belə deyək də acizsiz. Yəni bu uşaq kontenti, böyük kontenti, hər şeyi birdən-birə başa düşürəm, eləmək olmaz, amma Rövşən Bir gün demişkən o əlbəttə qədər eləmək gecikmişik ki, biz birdən-birə istəyirik. Biz istəyirik Tam ayrıca razıyam sizlə, ikimizlə də. ayrıca uşaq TV kanalı açılsın, ayrıca sənədli filmlər kanalı açılsın. Uşaq kanalı olmalıdır amma məncə. Ayrı bir günəş var. Görəsən nə reytinqi necədir? Ayrı bir Günəşin. olan, hə, Ayrı bir Günəşin. Və Maşa Medvedin ruscasının reytinqi nə qədərdir kimi. Mən demirəm, amma bu xahiş edirəm, tamaşaçılar da yanlış anlamasın. Mən çox vətənpərvərəm və uşaqlar xüsusi mövzudur bu heç. Amma maraqlıdır, görəsən ona nə qədər ehtiyac var. Yox, çünki Elvin, bizdə tutaq ki, dövlət televiziyasında, ictimai televiziyada o qədər keyfiyyətli cizgi filmləri səsləndirilir ki, elə bədii filmlər o qədər keyfiyyətlidir ki, o keyfiyyətdə əgər hansısa bir platformada filmlər gedərsə, uşaq da, böyük də bütün yaş kateqoriyası ona baxacaq. Yeri gəlmişkən o cizgi filmini biz uşaqla səsləndirmişik İctimai TV-də. Yəni, Çox da gözəl səs. musiqilərini belə uşaqlar ansamblına filan. Elvin, mən bunun əslində cavablarını bilirəm, amma tamaşaçılarımız üçün də aydın olsun deyə biz çünki öz aramızda söhbət edirik Elvindən. Kinoboxun rəqibləri Azərbaycanda yerli platforma olaraq varmı və hal-hazırda Netflixin yəqin ki hamımız bilirik də müəyyən məbləğə hansısa otaqları verirlər, satırlar, qiymət söhbətindən bağlı. Sizdə qiymət nə qədərdir və Netflixlə rəqabətə hazırsınızmı? Ölkə ərazisində bizim rəqiblərimiz o qədər də çox deyil. Demək bir əlin barmağını keçməyəcək qədərdir, amma rəqiblərimiz var. Düşünürəm ki, onlar haqqında danışmaq biraz düzgün çıxmaz. Tək olsun, biz istəyirik ki, olsun. Bəli, Rəqabət olan var. yerdə inkişaf olacaq. Rəqiblərimiz var. İndi güclü rəqiblərdir, zəif rəqiblərdir. Onların güclü və zəif tərəfləri hardadır, bizim hardadır. Bu mövzu başqa mövzudur. Amma ümumiyyətlə belə platforma var. İkinci məsələ Netflix-lə rəqabət. Bizim əslində yolumuz Netflix-lə kəsişmir, düzü desəm. Biz Netflixin cover etmədiyi, kapsamadığı, əhatə etmədiyi məsələni həll edirik əslində. Çünki o əslində mənim öz hekayəmdir. Mən
bildiyin kimi Azərbaycanın ilk qorxu filmini çəkdim, Xənnası. Möhtəşəm filmdir. Çox sağ olun. O film Təqdimatında olmuşdum. təşəkkür edirəm. O film uğurlu alındı həqiqətən də və biz onu bütün platformalara satdıq. Amazon Prime, mən 2017-18-dən danışıram. Amma Netflix-ə sata bilmədik. Baxmayaraq ki, Netflix Türkiyənin rəhbəri, o zaman Netflix Türkiyənin rəhbəri idi. İndi Netflix Avropa və Orta Asiyanın rəhbəridir. Pelin ikinci Kaya mənim müəllimimdir. Biz ondan Kinobox-la bağlı da daimi kontaktdayıq bu arada. Yəni Netflix-lə sıx münasibətimiz var desəm, abartmış olmarıq. Onun belə vasitəsi ilə biz Netflix-ə sata bilmədik bu filmi, Xənnası. Oradan belə bir cavab gəlmişdi ki, biz lokal kontentlərlə maraqlanmırıq. Lokal kontentlərlə maraqlanmırıq. Yəni bu Xənnas lokal kontentdir, Azərbaycana aid Orada olanlar kontentdir. ancaq dünyəvi kontentlərdir. Belə çıxdı. Yəni o vaxtki cavabla, yəni belə çıxdı ki, bu kontent bizə maraqlı deyil. Və bunun mənası bu oldu ki, əgər Azərbaycan sabah Titanic də çəksə, yəni 200 milyon dollar xərcləsə və doğrudan da möhtəşəm bir film çəksə, yenə Netflix-də ola bilməyəcək. Sırf prosedur gərəyi, yəni sırf hüquqi tənzimləmədə ola bilməyəcək sadəcə. Hara istehsalda Azərbaycan bitdi söhbət. Yəni bildiniz necə filmdir filan bu, yəni ikinci mövzudur. Axı orada seçimlər var. Məsələn, Avropa filmləri, bu kateqoriyalar var da. Var. Azərbaycanla bağlı kateqoriyası da ola bilər, Azərbaycan ora daxil olsun. Elə Azərbaycan şərq niyə? Ola bilərmi? Ola bilər. Avropa ilə Asiyanın arasındadır əslində. Ha yox, ola bilər, hardadır filan, bu indi sonrakı mövzu. Yəni reallıq budur ki, fakt bu oldu və biz sata bilmədik də. Yəni pulsuz da versəydik bəlkə götürməyəcəkdilər. Və sonra biz baxdıq ki, Özbəkistanda Netflix özbək dilində yoxdur. Qırğızstanda qırğız dilində yoxdur. Azərbaycanda da yoxdur Netflix. Yəni biz Netflixə baxırıq ayrı məsələ. Bəs Qazaxıstan necə? Netflix Azərbaycanda var, yox, Qazaxstanda var. Hə. Ona görə əslində Kinobox həm də bu problemi həll eləyir. Biz regional OTT ona görə oluruq ki, əslində bayaqki mövzu ilə də əlaqəlidir. Biz qırğız dilində fərqli kontenti göstərməyi hədəfləyirik əslində növbəti mərhələdə. Biz Azərbaycanlıya qırğız kontentini Azərbaycan dilində göstərməyi hədəfləyirik. Bu Hollywood kontenti də ola bilər ha bu arada. Amma Azərbaycan dilində göstərməyi hədəfləyirik. Yəni əslində həm də bizim inkişafımızın strategiyası budur ki, ana dillərində o insanlar baxsınlar bu kontentə. Bu bayaqki mövzu ilə eynidir ki, dublaj etdirəkmi? Etdirmək vacibdir. Yəni Kinobox da eyni cür düşünür. Ona görə biz Netflix-dən bəlkə də ora girsək, böyüsək, bəlkə də 5 il, 10 il sonra hardasa həmin bazarda rəqabətdə ola biləcəyik artıq. Biz İnşallah. Doğrudan da 200 milyonluq türk dilli ölkəyə xitab eləsək, biz orada rəqabətdə bəlkə də olacağıq. Amma bu dəqiqə bizim profilimiz Netflix-dən deyil. Netflix gigantdır, majordur da belə deyim, böyüdü və daha mainstream sex, nudity, violence, yəni şiddət, seks və çılpaqlıq, narkotik, drugs kimi, yəni bu strategiyanı tutub əsas gedir. Onun da hədəflədiyi bir yaş kateqoriyası var, o da bilir nə edir, amma mövzumuz odur ki, bizdə tam başqa strategiyadır deyə. Dolayısıyla ilk 4-5 ildə ondan rəqib olmayacaq. Bəlkə böyüyəndən sonra olar. Bəs qiymətdə necə? Qiymətdə amma demək olar ki, bizim qiymətlər belə deyim, ilk ay 4.90-dır, ikinci aydan 6.90 standart paket üçün. İlk ay 9.90, ikinci aydan 12.90 premium paket üçün. Hər ay. Aylığı, bəli. Bilmirəm qiymətlər necədir, rahat deyə bilərsiniz bu arada fikirlərinizi. Normal. Mən fikirləşirəm. Mən gəlməmişdən qabaq bir də içinə girib baxdım. İstəyirsiniz standartla premiumu deyin fərqini, elə qiymətləndirin. Standart budur ki, adam pul verir, 4.90-ı, məsələn ilk ay, girir və bütün filmlərə baxa bilir. Amma bir neçə film olur ki, onlar premium filmlərdir, onlara görə əlavə ödəniş verməlidir. Aha. Məsələn, Tağıyev filmi bizə gəlsə premium film olacaq və s. kimi. Premium istifadəçi isə premiumun aylığını verir və bütün filmlərə baxa bilir, əlavə ödəniş vermədən. Bir də üçüncü paket var, tək-tək baxacam paketi, tək-tək ödəniş. User girir, istifadəçi girir və yalnız bir filmi seçir, o filmə görə 2 manatdan 7 manata qədər dəyişən, hələ 7 manatlıq filmimiz olmayıb, əsasən 2 və 5 manatdır. 2 və 5 manat arasında dəyişən bir rəqəm bir dəfə ödəyir, 12 saat ərzində onun üçün açılır film, istədiyi qədər baxır və platformadan çıxır. 3 növ istifadə edə bilir platformanı yəni. Hörmətli tamaşaçılar, bu arada deyim ki, Elvin bizə təqdim eləyəcək Kinobox-da qeydiyyatdan necə keçmək lazımdır. Yəni sadaladıqları hamısını biz sizin üçün bu podkastımızın arasında
göstərəcəyik. Nümunə kimi göstərəcək. Çox sağ olun. İstəyirsiniz qeydiyyatla bağlı xırda bir haşiyəndə Buyurun, deyim. qeyd eləyin. Əslində biz qeydiyyatı eləmişik həm Gmail-lə, yəni Google qeydiyyatı ilə. Əgər sizdə Google akkauntu varsa, birbaşa Gmail Google akkauntunu tıklayırsınız və avtomatik sizin Google akkauntla bağlanır və avtomatik platformaya daxil olmuş olursunuz. Yəni xüsusi nəsə etməyə ehtiyac olmur. Bir də Google akkauntunuz yoxdursa, normal maillə, istənilən mail ünvanından olan bir mailiniz varsa daxil ola bilirsiniz. Bildiyimiz user experience-dir. Yəni digər yerdə necədirsə bizdə də elə. Daxil olursunuz, profil, istifadəçi, şifrə və gedir, yəni müvafiq qaydada. Və telefon nömrəsi ilə. Əgər istəmirsinizsə, daha çox bölgələrə xitab edən bir texniki həldir ki, telefon nömrəsi ilə yazırsınız nömrənizi, sizə o tipi mesaj gəlir. Həmin o kodu yüklürsünüz və daxil olursunuz platformaya. Elvin, hal-hazırda nə qədər istifadəçi sayı var? Biz onları Qənaətbəxşdir. tam konfidensial saxlayırıq, düzü desəm. Yəni sayı deyim, amma qənaətbəxşdir, görülən işlərin qarşılığında gözləntiləri doğruldur. Sizə belə cavab verim, səmimi olmağa çalışacağam. Əslində hər şey çox yaxşıdır, amma mən çox tələsirəm. Yəni mənim şəxsi fikrimi soruşsaz, çox iş var, işləmək lazımdır, az işləyirik. Amma sakit görünürsən, sən bizdən rahat görünürsən. Neçə ildir Ola bilər. fəaliyyətdəsiz Elvin? Neçə ildir? 2 aydır. 2 ay kino Dekabr- Mən də ona görə eşitməmişik də. Dekabrın mən deyirəm. biz əslində dekabrın 9-u launch eləmişik. Yəni belə rəsmi olaraq demişik ki, biz varıq. Amma ümumiyyətlə mart ayından strukturu, texniki infrastrukturu yığa-yığa artıq Instagram akkauntumuz var idi falan belə. Amma dekabrın 9-u rəsmi olaraq açılmışıq. 2 ay yarım edir deyəsən. Elvin, bəzi məqamlar haqqında ətraflı məlumat verdin. Düşünürdüm ki, görəsən Elvin bu suallara cavab verə bilər ya yox. Düşünürəm ki, indiki verəcəyim suala da cavab verə bilərsiniz. Dediniz Qazaxıstanda Netflix deməli Qazax dilində dublyajla yayımlanır. Yəni insanlar, qazaxlar öz dillərində orada filmlərə baxa bilirlər. Hansı əsasla Netflix hansı əsasları götürür ki, həmin ölkənin dilində dublyaj olunmalıdır? Çox gözəl sualdır bu arada. Amma bir dənə haşiyəni deyim. Qazaxların Qazax dilində izlədiyi ilə bağlı dəqiq deyə bilmərəm. Ona bir baxmaq lazımdır. İndi də baxa bilərik, yəni pauza verib. Amma bir də məsələ var ki, Qazaxstanda insanların rus dilində baxmaq vərdişi çox yüksəkdir. Hamı rusca danışır, hamı rusca bilir və rus dili ana dilinə çox yaxın bir dildir deyə Netflixin rusca olması kifayət edir Qazaxstana. Onsuz da bizdə də kifayət edir də rus, Yox, Türkiyə bizdə kifayət edir. Kifayət eləmir. Yox, Netflixdən gedir söhbət. Netflixə bizim tamaşaçılar bəlli bir hissəsi rusca baxır, bəlli bir hissə Türk dilində. Netflixə seçim bəli, olaraq əlbəttə məcbur seçim olaraq. olaraq. Yəni daha yaxın başa düşəcəyi dildə baxır. Əhalinin daha çox sayda Türkiyə türkçəsində baxır. Elvin, bir dənə də söz soruşum. Mən bayaq əslində biraz ona toxundum, amma tam cavab ala bilmədim. Netflixdə bildiyimiz qədər Instagramda hətta belə reklamı gedir ki, yəni otaqlar satılır. Bir nəfər alır ümumi paketi və otaqları satır. Yəni insanlar üçün 5 manata aylıq əl çatan dərəcədə, yəni yaxındır. Amma 5 manata görün nə qədər bir böyük bir platformaya giriş əldə eləyir. Ona görə mən qiymətlə bağlayırdım ki, rəqabətdə Kinobox uduzur ya yox. Bəs Kinoboxda bu versiyaları bizim vətəndaşlar həyata keçirə biləcək. Yəni biz sabah belə bir reklam görə biləcəyik ki, Kinoboxda biz hansısa pəncərəni, hansısa bir otağı satırıq 5 manata. Yəni bu reklamı görə biləcəyik. Mən Kinobox olaraq bu yəni suala necə cavab verim bilmirəm. Bizdə qeyri-illegaldır belə bir şey. Yəni bunu etmək hüquqi məsuliyyətdir. Yəni satmaq olmaz. Orada insanlar platformanı istifadə edəndə istifadəçi şərtlərini qəbul edirəmi tıklayırlar. Orada isə bu yazılıb ki, digər üçüncü tərəflərə satmaq, ötürmək olmaz. Pullu kütləvi baxışlar etmək olmaz. Yəni bu dediyimiz şey əslində qeyri-legaldır. İndi kimsə qeyri-legal bunu eləyəcəksə, sən ona bir şey deyə bilmərəm. bəlkə acığına gələr. Estağfurullah. Amma mən çox arzulayardım ki, inşallah belə bir gün gəlsin. İnsanlar o qədər buna acı olsun, istəsinlər və həqiqətən biz artıq bu illegal məsələlərlə bağlı müzakirələr aparaq, bunun qarşısını almaqla bağlı qanunlar çıxarılmasını istəyək. Məncə bu qanunların da qəbul olunması, çünki yenilənmə çox gedir. Yeni platforma yaranır, yeni nə bilim
Hər gün nəsə çıxır da, yeni bir şeylər çıxır və qanunda da bizim bu hüquqlarımızı qoruyacaq bir qaydaları da fikirləşmək lazımdır. Elvin, deməli özünüz də qeyd elədiniz ki, müxtəlif janrlarda filmlər nümayiş etdirir Netflix. Şiddət, ondan sonra cinayət, açıq-saçıqlıq. Bəs Kinobox necə? Bu kinomanların bütün o janrlarını əhatə eləyən formadamı yayımlayır filmləri, yoxsa burada da milli mentallıq üzərindən nələrsə var? Mən bu podkastın bu qədər çətin olacağını bilmirdim, sən mi desən. Yəni çox çətin suallar verirsiniz, amma yaxşı suallardır. Sadəcə nəyə görə çətin tərəfi hardadır? Geniş ictimaiyyət qarşısında cavab vermək istəmədiyimiz və daha çox belə elastik davrandığımız sualları indi birbaşa verirsiniz və cavab verməmək olmur. Çünki bu da bizim bu dəqiqə üzərində dayandığımız məsələdir. Açığı biz bu dəqiqə tam olaraq o profili təyin etməmişik. Yəni biz istəyirik family friendly olaq, yəni ailə yönümlü olaq, çünki bu mütləq belə olmalıdır. Bu yörədəsənsə, bu ərazidəsənsə, söhbət türk dilli ölkələrdən gedir. Bəli, bəli. Bu bir tərəfdən isə platformanın əsas drive'ı, əsas işləyən mexanizmi həmin o tipli kontentlərdir. Çünki platforma daha intim bir istifadəçi təcrübəsidir. Ona görə də yəni biz qalmışıq iki daşın arasında, belə deyim. Və siz dində o sualı soruşursunuz deyə bizim konkret bir yolumuz hələ çizilməyib. Səmimi olacağam, yəni. Mən düşünürəm ki, biz bunu yəqin ki, bu ilin sonuna qədər artıq məcbur. Biz artıq bilirik ki, bəzi kontentlərə bizdə baxılmır. Məsələn, elə komediyalar var ki, bizdə baxılmır. Amma kinoteatrda baxılıb, kinoteatrda da o qədər uğur qazanmayıb, bizdə baxılmayanlar da var. Amma biz ilin sonuna qədər artıq nələr baxılırsa, yəni bazar bizi formalaşdıracaq, biz onu hiss eləyirik. Biz görəcəyik ki, bunlar baxılır və profilimizi artıq başa düşəcəyik ki, biz yox, biz 15-25 yaş arasında olan gənclərin platformasıyıq. Və yaxud yox, bizə gənclərdən daha çox ailələr maraq göstərdi. Biz 35-55 yaş arasında. Bir də haşiyə kimi bir şey deyim. Bizdə family mode deyilən bir rejim çıxacaq. Yəni o texniki infrastrukturu hazırdır, o aktivləşəcək. Siz onu yandıranda, aktivləşdirəndə, siz normal bu başqa platformalarda yoxdur. Çünki onların yəqin ki, buna ehtiyacı yoxdur. Amma bizdə necədir? Siz family mode aktivləşdirirsiniz, ailə rejimi və siz normal filmə baxırsınız, məsələn Titanic filminə və Titanic filminin milli mənəvi dəyərlərə, əxlaqa zidd olan səhnələrin kəsilmiş versiyasına baxırsınız. Yəni siz baxanda o səhnələr kəsilir və bir ailə işarəsi çıxır və sən başa düşürsən ki, burada nəsə var idi, platforma onu kəsdi. Kinoboxun inkişaf planında növbəti mərhələlərdə əlçatanlıq üçün soruşuram tamaşaçılara. Misal üçün mən hansısa bir bank kartı alanda mənə 1 aylıq, 3 aylıq hədiyyə olaraq, yəni ən azından cəlbedici olsun deyə, tanış olum deyə, belə bir kampaniyalar tamaşaçılar üçün, nə bilim, cürbəcür reklam kampaniyalar deyək də, əməkdaşlıq, partnyorluq, belə bir addımlar gözlənilir ki, tamamilə. Onu istəyirəm ki, bu platforma bütün Azərbaycana yayılsın. O çox əhali sayı azdır. Bu söhbət eləməyək də. Yəni mənim yanımda eləyəndə qıcıq oluram da, yəni. Yo, biz bayaq da qeyd elədim ki, Azərbaycan dilində kifayət qədər danışan əhali var. 70-80 milyon insan dünyada Azərbaycan dilində danışır. Sadəcə bunu necəsə ən azından indiki yoluna şəraitlərimiz qoymaq lazımdır. daxilində, yəni bunu yaymaqla bağlı. Var əslində bizim strateji tərəfdaşlıqlarımız, hətta müqaviləsini imzaladıqlarımız da var. Bəzilərinin adını çəkə bilməyəcəm, bəzilərini deyə biləcəm. Bizim tərəfdaşlıq müqaviləmiz var ki, 1 milyon user'a, istifadəçiyə bizim haqqımızda məlumat gedəcək və onların endirim əldə etdiyini biləcəyik. Yaxşı qoy deyim. Həmkarlar İttifaqı üzvlərinə, kimin Həmkarlar İttifaqının üzvüdürsə, onlar rahat şəkildə Kinoboxa daxil olub endirimli oradan yararlana biləcəklər. Onlar isə 1 milyon nəfərdir. Ondan sonra digər bir neçə strateji addımımız da var. 340 min bir, əslində 5 milyonda bir hədəflədiyimiz strateji addımlar var ki, ölkə ərazisində insanları cəlb eləmək üçün düşünürəm ki, bir müsbət təsir olacaq.
Elvin, təklif olaraq deyirəm, yenə deyirəm, bu sahədə olduğuma görə yox, təklif olaraq deyirəm. Azərbaycan filmlərinin olmağı gözəldir, olsun, amma Azərbaycan dilində ən azından tamaşaçıların hansısa bir sevdiyi serialı, gözlədiyi bir serialı onlara xarici serialı təqdim eləsəz, məncə oradan da bir tamaşaçı sayı qazanmış olarsınız. Əlbəttə, yəni dublyaj qaçınılmazdır, mütləq olmalıdır. Xarici Düzdür, 2 aylıq yaranan platformaya görə mən çox yüklənmirəm. Estağfurullah. Ya burada. Estağfurullah, problem yoxdur. Qaçınılmazdır, bu mütləq olmalıdır, razıyam. Biz daha çox düzdür fokuslanmışıq buradakı kontentləri də xaricə çıxardaq. Yəni Azərbaycan istehsallarında. Daxili tamaşaçılarımızı birinci istədiklərini çatdıraq, ondan sonra gedək. O da düzdür. Bu qarşılıqlı olmalıdır ümumiyyətlə. Biz oradan almalıyıq, ora satmalıyıq. Belə yəni qarşılıqlı əlaqə olmalıdır. Düzü desəm, biz bu yola çıxanda mənim üçün daha əl çatmaz gəlirdi. Amma bu yolda artıq tanıdığımız ciddi tərəfdaşlar oldu. Ciddi partnyorlar oldu, o Mərkəzi Asiyadan xüsusilə. Və indi çox realdır. Yəni başa düşürəm ki, qısa zamanda biz regionu vahid bir market kimi artıq yaxşı mənada istifadə etməyə başlayacağıq. Mən arzulayıram ki, Kinobox elə bir səviyyəyə gəlib çatsın ki, biz heç Netflix-ə ehtiyac duymayaq. Çox sağ olun. Elə bizim region həm o mentallıq baxımından, həm ənənə baxımından elə gözəl, yəni ki, fikirləriniz, ideyalarınız var ki, mən heç bilmirdim. Yəni türk dilli dövlətlər, bu regionda yaşayan digər müsəlman dövlətləri, çünki bizim biraz baxış bucağımız başqadır da. Bizim xalq, bizim o ümumiyyətlə müsəlmanlar, türklər çox da açıq-saçıqlığı bəyənmirlər. Ailə dəyərləri daha sıxdır bizdəki, davamlı olsun və düşünürəm ki, Kinobox parlayacaq. Çox sağ olun, minnətdaram. Elvin, hər dəfə vurğuladın ki, Orta Asiya, Mərkəzi Asiya ölkələri üçün də dublyaj olunacaq. Bu yol ona gəlmir ki, Kinobox gələcəkdə müştərək filmlər sifariş eləmək niyyətindədir. Bu Qaçılmazdır. Türk dilli dövlətlərlə bağlı. 100% olmalıdır, yəni. Kinoboxun belə gələcək planları da var yəqin ki. 100% olmalıdır. Hətta bu bizim böyük ehtimal ki, bu bizim tariximiz. Çox şey danışdım, heç yerdə danışmadığım şeyləri danışdım. Hər şeyimizi açıb tökmüşəm. Strategiyamız nədir? Hansı yolu izləyirik? Bu tamaşaçılara maraqlı gəlsin ki, üzv olsun. Bura ona görə gəlməmişdim, amma bəli, əlbəttə ki, bizim tarixi serial çəkmək planımız var. Yəni önümüzdəki illərdə bu bizim hamımızı birləşdirən tarixlər olmalıdır. Bu tarixi söhbətdə mən demədim, özü dedi. Mən ümumiyyətlə seriallı film demişdim. Bu bizim hamımızın ortaq bizim tariximiz var. Çünki biz məsələn orta əsrlərə baxdığımızda, məsələn görürük ki, bir coğrafiya var eyni adlı və onun içində Qazaxıstan, Özbəkistan, Azərbaycan, hətta indiki Türkiyə dövləti və s. olmaq şərt Cənubi Azərbaycan böyük bir tarixlərimiz var ortaq. Nə üçün onlardan bir serial etməyib platformalarda yayımlamayaq ki? Belə bir sual yaranır. Əlbəttə. Düzdür, böyük maliyyə, böyük vəsait, böyük dəstək lazımdır. Amma bu regionu birləşdirmək bizim dövlətlərimizin də marağında olduğunu biz görürük. Görülən işlərdən, iqtisadi partnyorluqlardan, dövlət səviyyəsində də görürük ki, bizim dövlətlərimiz də bu ideyanı dəstəkləyirlər və öndə gedən də Azərbaycandır. Mən inanıram ki, inşallah elə Kinoboxun vasitəsilə yenə də Azərbaycan adına yazılır. Bəli, olur. Türk dünyası bir üzüydüsə, Azərbaycan onun qaşıdır. Elvin, yerli istehsalda nələr nəzərə alınmalıdır ki, qlobal bazarda bizim də payımız olsun? Yaxşı sualdır həqiqətən. Sadəcə cavab vermək asan deyil mənim üçün. Mən düşünürəm ki, ən birincisi qlobal ideyalar özündə ehtiva edən filmlər olmalıdır. Məsəl üçün, necə ki, Hollywood filmlərinin problemləri olur ki, məsələn, dünyanın üzərinə kometa gəlir. Bu dünyanın üzərinə gəlirsə, bütün dünyaya maraqlıdır. Yəni Amerikanın üzərinə gəlmir də, dünyanın üzərinə gəlir. Hansısa bir xəstəlik çıxır, pandemiya yaranır dünyada. Bu film dünya üçün maraqlıdır, çünki dünyada yaranır. Düşünürəm ki, bu qlobal ideyaları özündə ehtiva edən filmlər maraqlıdır və insani ideyaları özündə ehtiva edən filmlər qlobala çıxmaq üçün maraqlı ola bilər. Üçüncü yol isə biraz bu İran kinematografiyasının getdiyi yol ola bilər, məsəl üçün. Daha çox İran kinematografiyasının getdiyi yol. Amma İtaliyada məsələn eyni yolu gedib
zamanında başqa ölkələrdə, Fransada eyni yolu gedib zamanında bizə aid olan filmləri çəksək bəlkə də çıxmağımız daha rahat ola bilər. Milli kimlik olmalıdır. Milli kimlik olan bu Bəs Azərbaycan qeyd kino elədiniz, milli kimlik var idi filmdə. Xənnasda məsələn milli kimlik var idi. Netflix İndi o də istəmir müəllim. də. Netflix O- ayrı bir onun MMC bizə dəxli bir yoxdur. şirkətdir axı. O yəni Netflixin strategiyasına uyğun deyil, amma o yalnız dünya Netflix deyil də o mənada. Aydın. Ya qlobal olmalıdır deyə düşünürəm mən, ya da çox insani hekayələr olmalıdır. İkincisi, üçüncü yol isə sırf bizə aid olan, bizim mədəniyyətimizə aid olan filmlər ola bilər ki, o da mainstream sayılmayacaq amma, yəni əsas dalğa olmayacaq da. Yəni Avengers-la eyni qədər satış edən filmlər ola bilməz də. Yəni bu belə işləmir. İran kinoları da elə deyil. Amma müəyyən bir auditoriyanı əhatə edəcək ki, onlar belə milli, etnik kimliyi olan filmləri izləmək istəyən auditoriya olacaqlar ki, festivallar vasitəsilə onlara çıxmaq olar məncə. Bəs bizim kinoboksda daha çox hansı janra ehtiyac olub Elvin? O filmə tələbat çoxdur. Bu İnsanlarımız 2 ay ərzində müşahidə edən. 2 ay ərzində, 2 ay az müddət deyil ki. Yəni ən çox satılan filmi deyim, yoxsa nə edeyim? Ən nəyə çox baxılır? baxılan, ən çox tələb olunan. Siz onu izləyirsiniz, Əlbəttə, görürsüz, əlbəttə düzdür? biz onu hər an izləyirik. Çünki o bizi Bəli, formalaşdırır. ən çox baxılan filmlər və qənaətiniz nədir? İnsanlar Azərbaycanda baxan kontent hansı janrda tələbdə bulunur? Bu da çox maraqlı sualdır. Çünki biz bu platformanı təsis edəndə tam başqa bir şey fikirləşirdik, amma hər şey tam başqa cür oldu. Düzdür, biz inanırdıq ona, amma bizə inanmırdılar. Sözümü nəyə gətirirəm? Təsəvvür eləyin ki, biz Nabat filmini insanlara pulla göstərə bilirik. Halbuki Nabat filmi 2016-cı ilin istehsalıdır. Elçin müəllimin filmi. Bəli, mainstream deyil. Festival rejissor filmidir, yəni afterski filmdir, müəllif filmidir və uzun müddət YouTube-da olub, milyonlarla adam izləyib və s. kimi dezavantajları var da satmaq baxımından. Amma biz Nabat filmi, bizim insanlar, bax sırf Kinoboksun auditoriyası girir, Kinoboksa qeydiyyatdan keçir, Nabat filmini pulla alır, baxır. Mərmər soyuğunu pulla alır, baxır. Mərmər soyuğu da müəllif Ən çox filmidir. tələbatda O da olan. mainstream deyil. Ən çox baxılan səmimi desəm Xənnasdır. Mən burada tək olmuşamdır. Emil Quliyevin filmi. Yadımda qalanlar Mərmər soyuğu, Nabat. Bax ilk 4-ü 5-i əsasən bu filmlər. Yəni yerlərini dəyişir də belə deyim. Ya insanlar sırf Kinoboksun auditoriyasından söhbət gedirsə, bizi çox təəccübləndirən təcrübələrimiz də olub. Çox inandığımız komediya filmi olub, çox məşhur aktyorlarla. Ümumiyyətlə bəlkə bir 2000-3000 dollarda pul qoyulub marketinginə, heç 10 nəfər girib baxmayıb. O çox məsələn bizi təəccübləndirən məsələ oldu. Çünki kinoteatrda əks təcrübəni biz görürük. Kinoteatrda məsələn indi mən həmkarlarımın adını çəkməyim, amma bayaq qeyd etdiyim filmlərdən əksəriyyəti kinoteatrda ümumiyyətlə baxılmayıb. Köhnə Azərbaycan filmləri bəzən hissələr çıxır internetdə qarşıma. Hətta mən belə o filmi görməmişəm. O filmlər də orada var, yoxsa olacaq hələ? Çox gözəl nüansı dediniz əslində Rövşən bəy. Bax mən bir dənə nüansı deyim. Mən özüm belə etiraf edirəm ki, Azərbaycan kinosu ilə Kinoboksdan sonra tanış oldum. Çünki bizim kinolarımız olub həmişə, amma onu təqdim edən bir marketplace mi deyim, bir yer mi deyim, elə bir yer ki, biz başa düşək ki, bizim filmlərimiz var. O olmayıb yəni. Dəqiq sayını bilək. Kinoboksda isə elə filmlər var ki, çox yaxşı büdcə ilə, çox keyfiyyətli şəkildə çəkilib, lakin bizim də xəbərimiz yox idi ki, bu film var. İndi amma o kinomanlar ora girəndə rahat şəkildə görürlər. Drama, qorxu, komediya və s. Yəni ayrılıb janrlara görə, ilinə görə axtara bilirlər, tapa bilirlər. Ona görə də həqiqətən məsləhət görərdim ən azından bir dəfə seyircilər, tamaşaçılar, izləyicilər mütləq Kinoboksa daxil olsunlar. Bir dənə bizim kataloqa baxsınlar. Onlar ötürü qeydiyyatdan keçməyə də ehtiyac yoxdur. Qeydiyyatdan keçmədən kataloqu görmək olur, yəni müəyyən hissəsini ən azından. Görəcəklər ki, bizim nə qədər filmimiz var ki, yəni biz məlumatsızıq ki, bizim belə bir filmimiz var. Hansı ki, çox maraqlı nüans da bizim üçün odur ki, o filmlərə doğrudan da baxanlar bəyənir. Bizdə bal vermə sistemi də var. Bal verirsən, komment yazırsan filan. Yəni 10 bal, 10 bal da ən yüksək balla
dəyərləndirirlər həmin o filmləri, hansı ki biz, sən aktyorsan, mən rejissor, biz bilmirdik ki, Yəni bu filmimiz var. Azərbaycan filmin arxivində olan bütün nə filmlərimiz var, hamısı öz əksini orada tapacaq. Biz görəcəyik onu orada. Azərbaycan filmin istehsalı olan, Azərbaycan Film Kinostudiyasının istehsalı olan filmlərin 89-cu ildən 2023-ə qədər olanların hamısı bizdədir. 89-a qədər olanlarınsa 70 ədədi bizdədir. Hansı ki orada əsas belə deyim, qaymaq dediyimiz filmlər o olmasın, bu olsun, qaynanadan tutmuş. Amma bizi təəccübləndirən o 89-dan 2023-ə qədər olan istehsallardır daha çox. Çünki qaynana olmasın, bu olsun falan çox görmüşük də. Amma müstəqil olduqdan sonra istehsal olunan filmlərdən çox keyfiyyətli filmlərimiz var, hansı ki biz təəssüf ki onlardan xəbərsiz idik. Mənə belə ümid verdiniz. Tamaşaçıların zövqünə görə olsun. Bəli, bəli. Zövq baxımından. O bizə də ümid verib, biz də Bilirsiniz, şokdayıq yəni. Məhz Nabat filminə baxmaqları, məhz Mərmər soyuğuna Bəli. baxmaqları Axınlaşağı. məndə böyük ümid yaratdı. Düşünürəm ki, bu addımlarda çox gözəl yerlərə gəlib çıxacağıq. Mən həmişə bilirdim ki, bizim tamaşaçımız məhz belə filmləri sevir. Odur ki, Çox maraqlı. Bu da onun Bəs təsdiqi. kinoteatrda niyə gedib o birislərə baxırlar? kinoteatrda bilmirəm. Mən elə Bax, gəlir o ki, bizi də o təəccüb. mən deyim də, bilirəm əslində. Mən düşünürəm ki, Bizi də o filmlərin təəccübləndirir. reklamı və o qapısını döyüb xəbərsiz olanlar var. İnan ki, valla deyirəm, biz indi tamaşaçılarla ünsiyyətdə çox oluruq da. Xəbərsizlər, belə bir film olub, gedib, nə vaxt olub. Yox. Yəni Əla, gedib bəli, o bəli. ünvana çatmır da. O reklam necə aparılırsa, çünki özün də yaxşı bilirsən, o reklam yerinə gələndə pul qutarır. Reklama Bəli. şey eləyərik, bir dənə orada burada paylaşarıq, düzələr. Elə olur. Elə deyil, bəli. Mən düşünürəm ki, onu bir dəfə çox yaxşı təşkil edən olsaydı və sübut eləyərdik, yaxşı reklam kampaniyası yaxşı da nəticəsini göstərir. Elvin, bir dənə də bayaq dedin Xənnas da çox baxılan filmlər siyahısındadır. Yəni bunu mən təəccüblənmədim. Yəni elə də olmalıdır. Çox sağ ol. Ondan sonra serial çəkmisən. Amma ikinci belə bir film çəkməmisən. Və səndən sonra çəkən də olmayıb. Niyə? Axı, qardaş, bunu özdə mən bildiyim qədərilə çox az bir büdcəyə sən bu Bəli. cür film çıxartmısan. Nəyə görə ikinci bir qorxu filmini biz Azərbaycan tamaşaçısına sən çəkib vermədin? Bu janrda sevənlər var ha, kifayət qədər qorxu filmini. Biri ilə qarşında oturub mən. Doğrudan qorxu filmi xoşdursan, onu bilmirdim. Gəl səni Özdə çəkin. Azərbaycan filmi ola. Nə bilim, Elvin, onun bir başqa ləzzəti var. Rövşəni də da. çəkin də bir dəfə o Xənnas kimi. 100%. O janrda İkincisi olan olsa filmlərə. 100%, uyğun olsa 100% yəni. Biz oradan ciddi bir maliyyə geri dönüşü ala bilmədik. Təəssüf ki. Yəni biz hətta Türkiyəyə belə çıxmış, yəni Türkiyədə bəlkə də müasir bu müstəqillikdən sonra ən çox auditoriyaya təqdim olunmuş filmdir Xənnas desək bəlkə də abartmarıq. Sözümü nəyə gətirəm? Biz Türkiyədə 153 kinoteatra çıxdıq. Yəni Türkiyənin Asından Zeytinə qədər, Çanaqqaledən Karsa qədər, Iğdırdan Mersinə qədər hər yerdə 153 təsəvvür eləyin kinoteatrda biz çıxdıq. Ora belə satdıq. Yəni filmin keyfiyyəti yaxşı idi, amma Azərbaycanda əsas qazanc Azərbaycandan idi də biz türklərə fiks parayla satmışdıq. Yəni bir məbləğlə satmışdıq. Nə qazandılar, qazandılar. Hər halda kompensasiya elədiniz də. Yəni müəyyən bir məbləğə satdıq. Hə, normal idi falan belə. Amma Azərbaycanda biz istədiyimiz effekti görmədik deyə, sırf pul cəhətdən. Ona görə onun ikincisini çəkə bilmədik. Sadəcə maddi olaraq onu eləyə bilmədik. Məsələ buydu. Və sponsorların da 99%-i bu tipli filmlərə girmək istəmir. Mənim bir tərəfim də marketinqlə bağlıdır. Mən də şirkət olsam qorxu filminə girmərəm. Çünki orada brendin duyğu məsələsi var. Yəni mənim brendim qanlı, cinli, cadulu yerdə niyə olmalıdır ki məsələsi gəlir. Yəni ən azı Azərbaycanda belədir və mən də düşüncəm odur ki, brend olsaq, çünki brendlər adətən pozitiv, sevindirir, ailə, biz sevinirik falan. Buna daha çox üstünlük verirlər deyə sponsor tapmaq da çətindir. Dolayısıyla maddi bir
Resurs Sıxıntı olmadığına görə bəli, biz onu təəssüf ki eləyə bilmədik. İnşallah gələcəkdə bütün o təsəvvür elədiyiniz yaradıcılıq baxımından nələr varsa gerçəkləşər Elvin Çox və sağ olun. çox lazımlı bir işdəsiz bu saat Azərbaycan dilli əhalinin kino platformasında fəaliyyət göstərirsiniz, rəhbərlik eləyirsiniz. O səviyyəyə gəlsin ki, sizin platforma artıq bizim uşaqlarımız, insanlarımız qeyri dilləri öyrənməyə məcbur olmasınlar. Ən azı filmə baxmaq üçün. Bəli. Amma biznes əlaqələri qururlar, bəli, dünyaya çıxırlarsa, bunun üçün xarici dil öyrənmək lazımdır. Bəli. Gəldiyin Çox sağ üçün bir daha təşəkkür edirəm Elvin. Çox gözəl söhbət elədin, çox gözəl işlər görürsüz. Ümumiyyətlə bir komanda olaraq Çox sağ ol. hamınıza uğurlar. İnşallah növbəti bir hansısa uğurlu bir mərhələ barədə söhbətlə bağlı görüşmə ümidi ilə. İnşallah. Çox sağ olun Sağ ol, dəvət Əşrəf. üçün. Bir Mənim üçün də İspan filminin dublyajında görüşmək ümidi. İnşallah. Mənim üçün də çox xoş oldu. Çox səmimi olmağa çalışdım. Başından bəri belə danışmışdıq. Hətta çox şey dedim ki, bu qədər şey deməməli idim. Amma yenə də çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Mən də sizin verilişə və sizə bol-bol şanslar, uğurlar arzulayıram. Sizə də ətraflı Təşəkkür. məlumata görə təşəkkürlər. Çox sağ olun. Minnətdaram. Hörmətli tamaşaçılar, sizdən də xahiş edirəm. Ən azından girin, baxın, tanış olun. Maraqlı gəlsə, inanıram ki, maraqlı gələcək. Üzv olun və filmlərimizi izləyin. Əsasən də kinomanlar. Sağ olun.